Hər kəsə salam dostlar. Növbəti bir video ilə qarşınızdayım. Deməli, dərs videolarını çəkim qutarım. İnşallah xeyrisi ilə artıq bitirəcəm bu funksiyalı missiyamı. Hər nəysə, bugünkü videomuz riyaziyyatdır. Riyaziyyatı inşallah sizə sevdirə bilərəm. Kimyadır, riyaziyyatdır, bu tip fənlər bəzi uşaqların həqiqətən də çox çətinlik çəkdiyi, çox nifrət elədiyi bir fənlərdəndir. Səbəbi niyyədir bilmirəm. Amma məncə daha çox fizika filan daha çox zəhləs gedilə biləcək fənlərdəndir. Amma gəlin bugün riyaziyyat haqqında danışaq. Ümumən mən özüm haqqında danışsam, mən riyaziyyatı lap əvvəldə, yəni məktəb vaxtından çox sevmişəm. Çox sevdiyim üçün də oxumuşam. Zaten məktəb vaxtı hamısını oxuyurdum, bu ayrı dərd. Sadəcə riyaziyyata qarşı sevgim daha ayrı idi. Hansı ki, bu məni olimpiadalarda iştirak eləməyə və sair təşviq eləmişdi və mən olimpiadalara həm 9-da, həm də ki 10-cu sinifdə səhv yadımda qalmayıbsa getmişdim. Sadəcə bilirsiniz ki, olimpiadalar xüsusi hazırlıq tələb elədiyi üçün mən hazırlaşmadım deyə yarım final turuna qədər gəldim. Ondan sonrası hazırlaşmadım deyə keçə bilmədim. Sonra da heç önəm vermədim də, yəni boşuna elə belə marağa gedirdim ki, dostlarımla filan eyni yerə düşmüşdük deyə getdim. Yoxsa heç bilirdim ki, zaten hazırlaşmamışamsa nəyə gedirəm. Hər nəysə, yəni qısacası mən məktəb vaxtının həqiqətən riyaziyyata çox maraq olan bir insan olmuşdum. Ona görə mənə dərd deyildi. Hazırda 8-ci sinifdə getmişdim. 8, 9, 9 sinif üçün. Sonra imtahanı verdim, üçün getmədim. 10-11-də 11-ci sinif üçün getdim. Belə yəni, qısacası 4 illik hazırlıq vaxtım olmuşdu. Qalan ondan əvvəldə məktəbdən full yaxşı oxuduğum üçün də hazırlaşanda da mənə bir dərd olmadı. Bu arada bu videonu editləməyəcəm. Nə səhvliklər falan olsa da üzrlü sayın. Əsas məqsədim burada video çəkib sizi tək qoymamaqdır. Çünki deyirlər niyə video gəlmir və s. Yəni vaxtım olmadığı üçün edit eləyə bilməyəcəm. Üzrlü sayın. Niyə hamıya çətin gəlir? Çünki həm məktəbdən ola bilər ki, sizin müəlliminiz yaxşı tədris eləyə bilməyibdi, ya uşaqlar çox olubdu, ya səs-küy müəllim dərsə fokuslana bilməyibdi. Ona görə də istəsəniz məktəb vaxtından probleminiz olduğu üçün hazırlıq vaxtında da bu belə davam eləyəcək, heç nə alındıra bilməyəcəm deyə düşünürsünüz deyə düşünürəm. Ümid edirəm ki, bu videodan sonra bu dəyişər, yəni başqa bir səbəbi ola bilməz. Sadəcə düşünün ki, hamının beyni eyni dərəcədə deyil. Məsələn, 3-cü qruplar daha çox bir şeyi əzbərləmək, bir şeyi daha çox oxumaq yönümlüdür. Daha çox əsər oxuyurlar, tarix oxuyurlar. Yəni onlar üçün bir şeyi həll eləmək, toplamaq, vurmaq, nə bilim, o belə loqaritma, trigonometriya biraz həqiqətən qarışıq gəlir. Nağdı bizim kimi 1-ci, 4-cü qruplar kimi nə qədər çox bizdə məsələ var, həll var. Düzdür, əksəriyyəti riyaziyyatın toplama çıxılmasına, vurma bölünməyə aid olsa da, yenə də riyazi, yəni birlikdə hesablama gedir də. Amma ki 3-cü qruplarda, 2-ci qruplarda daha çox onu oxumaq yönümlü olduğu üçün daha çox çətinlik gəlir onlara. Yəni məncə bir səbəb də bu yandandır ki, daha çox oxumaq istəyirlər. Ona görə də riyaziyyat kimi bir fənni hesablamaq istəmirlər. Buraxılış və blok. Blokda mən bugün heç nə danışa bilməyəcəm. Çünki blokda elə fənlər var ki, elə mövzular var ki, onlar buraxılışa düşmürdü deyə şəxsən mən oxumamışam, öyrənməmişəm. O haqda heç nə danışa bilmərəm, amma buraxılışdan qorxmayın. 9-cu sinifsinizsə heç qorxmayın, çünki 9-da həqiqətən rahat düşür. Yəni düşünün ki, deyir, düz xəttin üzərində neçə nöqtə düz xəttin üstündədir və yaxud neçə nöqtə düz xətdən kənardadır. Belə suallar düşür. Düzdür, ətraflıya deyə bilmərəm ki, hamısı belə asan suallar düşür. Yox. Yəni ətraflıya nisbətən daha çox düşünmə tələb edən suallar var. O da ki, artıq sizin beyninizin məhsuludur. Amma buraxılışda 11-sinizsə, qayda ilə test olaraq deyim ki, qayda biz dəyəri oxuya bilərsiniz, bir də güvəni oxuya bilərsiniz. Normalda bizdə müəllim qayda kitabını bölmə oldu orada. Normalda bizdə qayda dəftərini yazdırırdı. Ona görə də ki, yəni mən qayda kitabını oxumurdum. Nisbətən axıdım da olmurdu ki, durun gedim qayda kitabını oxuyun. Amma siz oxuyası olsanız dəyər də olar, güvən də olar. Yəni ikisini də bəyənirəm, yəni belə pis bir şey görməmişəm. Düzdür, çox oxumamışam, yalan deməyim, amma ki, yəni o ikisindən dəyərləndirə bilərsiniz. Daha çox məncə dəyər, çünki müəllimimiz deyir ki, dəyərdən oxuyun. Amma yəni əlinizdə hansı varsa ondan da istifadə edə bilərsiniz, bir problem görmürəm. Test olaraqsa əsas birinci topludur. Hər videoda dediyim kimi toplunu yaxşı işləyin. Bir sual verib ki, toplumun bütün suallarını işləmək vacibdirmi?
İşləsə sizə baş ucalığıdır bu heç. Amma yəni elə suallar var ki, həqiqətən çox çətin. Məsələn, üçbucağın axırı sualları ola bilər ki, nisbətən daha çox blok yönümlü olsun, daha çox müəllimlərin həll eləməkdə belə çətinlik çəkdiyi suallar olduğu üçün istərsəniz onlar bloka gedənlər üçündür. Çünki bilirsiniz, toplu həm blok, həm buraxılış əhatə edir. Düzdür, bilmirəm, deyəsən axırıncı nəşr çıxanda ayırdılarmı, neynədilər? Nə yalan deyim, maraqlanmadım. Amma ki, ayırmayıblarsa da ki, ola bilər ki, çətin suallar çox çətin sual olsun. Onu yəni özünüzü öldürməyin ki, hə, mən topludan bütün sualları yaza bilmirəm deyə mən bunu bacara bilməyəcəm, mən riyaziyyatdan yüksək nəticə toplaya bilməyəcəm. Bu arada enerjisiz deyiləm. Prosta bilmirəm, belə qəribəyəm, bilmirəm. Ümid edirəm ki, modozu aşağı salmıram, sadəcə yəni qorxmayın. Hər nəysə, test olaraq toplun dedik birinci, ikinci hissəni hansısa ki, buraxılışa düşən suallardırsa, onları mütləq işləyin. Ondan əlavə 20 sınağı işləyə bilərsiniz. Çünki 20 sınaq hardasa həm dimi vəsait olduğu üçün, həm də ki, bir növ şeyə yaxındır. Topluya yaxın olduğu üçün həm sualları daha çox təkrar görəcəksiniz. Həm də ki, ola bilər ki, oradan həqiqətən sual salsınlar. Bu çox ehtimal oluna biləcək bir şeydir. Ona görə 20 sınağı da işləyin. Yəni 20 dənə testi, 10-25-i də vursanız çox bir şey eləmir də, yəni 500-dən test eləyir. Güvənirəm sizə eləyə bilərsiniz. Həm də ki, mövzu keçdikcə onu işləsəz daha gücləndirə bilərsiniz rahat şəkildə. Belə onu eləyin. Sonra güvəni bir ara işlədik biz. Necə işlədik? Yəni əlavəyə gedəndə. Amma o da ki, əgər vaxtınız qalıbsa, əlavə bir vəsait axtarırsınızsa, güvəndən hər hansı bir variantdırsa, nə bilim, orada müəyyən qədər sual seçib yaza bilərsiniz. Amma yəni şiddətlə tövsiyə edirəm deyə bilmərəm. Amma imtahana az qalmış bir müddətdə, yəni 1 ay, 2 ay qalmış müddətdə mütləq təkrara başlayın. Yəni bütün qaydanı başdan sona təkrarlayın. Bütün düsturları, bilirsiniz, trikometriyanın düsturları var deyə o nisbətən sizə çətin gələ bilər onları əzbərləməkdə. Ona görə mütləq onları dəfələrlə təkrarlamaq lazımdır. Burası ki, imtahana az qalmış müddətdə qəbulları işləyin. Yəni bu buraxılış imtahanı bu ilə kim nə qədər keçirilibsə, ondan hamısını işləyin. Çünki həqiqətən də çox düşəndir də, yəni o qədər sual olub ki, təkrar düşüb də, ona görə mütləq işləməlisiniz. Başqa bir çarəniz yoxdur. Çünki onu işləsəz elə ki, belə 20 yazacaqdınızsa, onu işləyərək 22-23-ə qaldıra bilərsiniz. Çünki nə qədər çox sual tipi görsəniz, nə qədər həmin sualları öyrətsəz, bir o qədər sizə daha rahat olacaq ki, imtahana vaxt qazanasınız. Biri var ki, hər bir sualı avtomatik üzrə həll eləyə bilirsiniz. Sizin ona 30 saniyəniz gedir. Bir də var ki, əslində o sual tipini bilirsiniz. Sadəcə həll eləməyibsiniz deyə əvvəlcədən. Yenə də yol axtarmaq istəyən vaxtı 1 dəqiqəniz gedir. Orada 30 saniyə itirirsiniz. Qayda ilə testi dedim, 20 sınaq qəbul. Çətinlik səviyyəsi olaraq buraxılış belədir ki, zaten imtahanın suallarından da görə bilərsiniz. Amma ki, əsasən asan da olur, orta da olur. Bir də bir minnaq çətin tipli açıq suallar da ola bilər. Amma yəni deyim ki, ölümdürücü dərəcədə də yox. Məntiq tələb edən suallar vardı ki, məsələn bizdə belə qatar sualı var idi. Qatarın elə ki, öz ölçüsünə nəzər almalıydın. Deyəsiniz ki, mən burada bəlkə məntiqim yoxdur, işləmir orada. Yəni ola bilər. Yəni hər kəsin hər an məntiq işləyəcək deyə bir şey yoxdur. Amma ən azından suala baxanda orada qatarın ölçüsü verilmişdi. Yəni məntiqən çoxları vardı ki, elə saatı uzunluğu, yolun uzunluğunu bölmüşdü saatı, elə surəti tapmışdı. Amma ki, yəni məntiqən fikirləşmək lazım idi ki, orada bəs qatarın uzunluğunu niyə veribdi? Yəni boş-boşuna niyə versin? Düzdür, elə sual ola bilər ki, boşuna versin, amma yəni ən azı imtahanı da orada biraz fikirləşmək lazım idi. Amma o qədər uşaq vardı ki, tələsmişdi həqiqətən də, onu səhv yazmışdı, nağdı. Məsələ həllini necə eləyək? Birinci, deyirlər ki, məsələdir, oxuyuram, başa düşmürəm, heç nə həll eləyə bilmirəm. Çünki siz tez oxuyursunuz. Bunu fizikada da demişdim. Çox tez oxuyurlar da. Yəni ki, fizika, kimyada demişdim. Çox tez oxuyurlar. Yəni tez oxuyub şərti qurtarmaqla siz heç nə əldə eləməyəcəksiniz. 3 dəfə təzə oxumağa qayıdacaqsınız. Nabat vaxtınız gedəcək. Ondan sonra gedin, məsələni yavaş-yavaş oxuyun. Nə veribsə, nə istəyir, onların hamısını bir-bir yazın. İstərsiniz baxacaqsınız ki, bu nə mövzusudur? Məsəl üçün tənasübə aiddir. Okey, tənasübə aiddir. Mən bunları bilirəm. Mən tənasübdə nələr keçmişdim ki, bu qayda ilə əlaqəli olsun.
Yəni bunu fikirləşərəkdən ən azı bir qədər yol irəliyə bilərsiniz. Yəni mən sizin müəlliminiz deyiləm ki, burada deyim ki, mütləq bunlar eləməlisiniz. Sadəcə hər bir sual tipində bir haçar nöqtə var ki, onları da işlədikcə müəlliminizdən soruşmalısınız. Müəlliminiz sizə öyrətməlidir. Bu da sizin müəllim seçiminizdən asılıdır. Çünki elə var ki, deyir, mən riyaziyyat alındıra bilmirəm, amma ola bilər ki, bəlkə sizin müəlliminiz yaxşıdır, yəni sizi yaxşı izah eləyə bilmir və yaxud da ki, siz utanırsınız müəllimə sual verməyə və yaxud da ki, izah eləyəni siz başa düşmürsünüz. Yəni ola biləcək bir şeylərdir. Ona görə ilk öncə müəllim seçiminizə önəm verin, çünki ilin əvvəlidir. Hələ heç nə üçün gec deyil. Deyirlər ki, buraxılışı az bir vaxt qala müəllim dəyişmək pisdirmi? Yox, çünki ola bilər ki, son 2 ay qalıb blok imtahana fizika müəlliminiz dəyişəsiz, nə bilim, biologiyanı dəyişəsiz. Ola biləcək bir şeylərdir. Deməli, birinci hissəmi, ikinci hissəmi. Mənə görə birinci hissə daha rahat gəlirdi fizikada olduğu kimi. Çünki nisbətən daha çox gördüyüm mövzular idi. Hansı ki 9-cu sinifdə də mən onları işləmişdim, bilirdim. 11 nisbətən trigonometriya əzbərdir, loqaritmanı sevirdim. Nə bilim, yəni nisbətən həm 3 bucaq, 4 bucaq belə düzdür. Mənim həndəsə ilə çox problem olmurdu. Daha çox trigonometriyanın düsturlarını əzbərləmək mənə problem yaradırdı. Amma yəni onu da zamanla ümid edirəm ki, həll eləyərsiniz. Sadəcə həndəsə problemi çəkənlər var ki, çəkməyin. Çox rahat olur. Sadəcə mənim üçün də çətindir bir burada məsləhət vermək. Çünki nə deyə bilərəm ki, yəni həndəsədə siz onu işlədikcə, zaman işlədikcə həmin sualları işləmə qabiliyyəti yaranmalıdır sizdə. Yəni nə qədər çox test işləsəz, bütün texniki fənlərdə belədir. Nə qədər çox test işləsəz, bir o qədər çox praktikanız artdığı üçün həm vaxtınızı qənaət eləmiş olacaqsınız, həm də artıq sual tiplərini çox gördüyünüz üçün imtahan nəticəniz artacaq. Artana da sizə motivasiya gələcək ki, həm mən artıq riyaziyyatı həll eləyə bilirəm. Yəni bundan başqa bir çarəm yoxdur deməyə. Həndəsədir, nə bilim, cəbirdir. Bunların hamısı cəbir indi nisbətən məsəl üçün sizlədir. Sizlə deyəndə yaralı yerim yadıma düşür. Çünki mən özüm 9-cu sinifdə 100 baldan 100 bal toplamışdım. Amma ki 11-ci sinifdə isə 100 baldan 95-18 bal toplamışdım. İşıq istifa elədi. Hansı ki, mənim səhv elədiyim sual sizlə sualı idi, açıq sualı idi. Tam həllini köçürə bilməmişdim, kodlaşmaya vaxt qurtarmışdım. Ona görə 3-də 1 bal vermişlər. Hər nəysə, yəni əsasən sizlədir, odur, budur. Qaydanı bildinizsə onu həll eləyə biləcəksiniz. Həndəsə elədir ki, həm qaydanı bilməsə, həm də ki, dünya görüş deməyim. Bir minnaq məntiq işlətmək lazımdır ki, elə suallar olur ki, siz o sual tapmaya bilərsiniz, amma hər hansı bir xətt çəkəndə və yaxud da ki, bu mövzu ilə o biri mövzunu inteqrasiya eləyəndə tapa bilərsiniz. Yəni başqa bir çarəsi yoxdur. Deməli, mən neçə sinifdə başlamışam dediyim 8-dən başlamışdım. İmtahanda çətin suallarda ilişmə. O qədər olub ki, yəni mənim belə imtahanda çətin suallar qabağıma çıxanda gördüm ki, məsəl üçün mən bunun həllində şübhəliyəm. Həll eləsəm bir də həll eləməliyəm. Yəni nə bilim, həll yolu getmir. Onu boş verib keçmişdim o biri suallara, keçmişdim başqa bir fəndə. Çünki bilirdim ki, o sualda ilişəcəm. Vaxtım gedir, çünki sizə cəmi 3 saat verirlər, ondan artıqını vermirlər. Necə ki, mənim 700 yazmama səbəbim o bir sualı yazıb qutara bilməməyim idi. Yəni mənə 5 dəqiqə, 3 dəqiqə, hətta 2 dəqiqə belə əlavə bir vaxt versəklər, hal-hazırda 700 bal yığaraq qabağınıza oturmuşdum. Yəni vaxtınız çox önəmlidir. Hansı ki, o vaxt çox tez keçir. Düzdür, bəzi imtahanlarda, sınav imtahanlarının həqiqətən də o qədər çox tez keçmir. Amma sırf imtahan olanda həm həyəcan, həm stres, həm hər şey üst-üstə yığılır deyə istəsiniz sizə şey gəlir ki, qutarır da, yəni bir də baxırsınız ki, yarım saat keçib, 1 saat keçib, görürsünüz ki, 1 saatınız qalıbdır, görürsünüz ki, yəni deyirlər imtahanda 5 dəqiqə qalıb. Yəni bu qədər tez keçir. Necə yadda saxlayaq? Yadda saxlamanın tək yolu bir, çox test işləməkdir. Texniki fənlərdə daha çox test işləmək önəmlidir. Qaydaya baxın, qaydanı təkrarlayın, sonra həmin qayda çərçivəsində suallar işləyin. Yəni qaydanı öyrənəndən sonra eləyin, yəni öyrənməmiş sizlərin düsturunu məsəl üçün bilməyəndən sonra onun testini necə işləyəcəksiniz, heç bir mənası qalmayacaq. Ona görə qaydanı bilməlisiniz. Yadda saxlamaq üçün də daimi təkrarlamalısınız. Təkrarlamaqdan da ötə, əgər ki, test olaraq yazmaq daha məsləhətlidir. Əgər ki, qaydanı unutmayıbsınızsa, yəni qaydanı unutmadığınız təqdirdə daha çox test işləsəz daha yaxşıdır. Amma yox, qayda yadınızda deyilsə, təkrar olaraq qaydanı eləyin testin əvəzinə, çünki qayda lazımdır. Çünki yoxdur. Sualı oxuyanda oxuyuram, amma nə istəyir anlamıram.
Çünki bayaq dediyim kimi sualı tık 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 oxuyursunuz. Ona görə də oxuyub qutaranda baxırsınız ki, nə istər ki məndən, yəni mən nə yazım bura, nəyi həll edeyim, nəyin cavabını tapım. Çox gərəksiz yəni qalır. Amma onu yavaş-yavaş oxursanız, bayaq dediyim kimi, həqiqətən də çox rahatlıqla həll edə bilərsiniz. Sınaq balım artmır. Niyə? Çünki siz o biri sınaqlara gedəndə, mən yüz imtahan eləyəndə, nə bilim, evə verilən topludakı testləri yazıb qutaranda səhvlərinizə zaman keçəndən sonra təzədən baxmırsınız ki, yəni necə artsın o sual sınaq balınız. Yəni bir insan artmaq üçün, daha çox irəliyə, balını artıra bilməyi üçün, irəliyə getməsi üçün nə etməlidir? Səhvlərini, başa düşmədiyini, bilmədiyi mövzuları oxuyub onlar üzrə mütəxəssis olmalıdır ki, hə, mən bu mövzuları, bu sual səhvlərinin hamısını bilirəm. Yəni siz imtahana gedirsinizsə, bu sınaqdır. Bu sualın 25 sualın, hə, 20'sini yazdın. Sən o 20'sinə görə sevinirsən, 5'inə görə pis olmursan. Sırf baxırsan ki, okey, 80 balın var falan filan, hə, sevinirsən. Amma bir müddət keçir, başqa sınağa gedirsən, burada səhv elədiyin sual gedib imtahana təzədən düşür. Yenə o sualın səhv olaraq qalır, yenə balın aşağıda qalır, yəni. Neynəməlisən? Yəni, ümumiləm artıq başa düşdüm mən deməzdən əvvəl. Getməlisən, getdin imtahana, getdin sınağa, getdin müəllimin keçirdiyi ümumi imtahana, getdin, nə bilim, toplunu yazdın, güvən yazdın, 20 sınaq yazdın, nə yazdın, yazdın. Sən bunu eləyəndən sonra hansı səhvlərin varsa, ya bir yerə yaz, ya niyə səhv eləyibsənsə, onun qaydasını qeyd kimi götür ki, təzədən təkrarlayarsan həmin qaydanı. Deməli, o qaydada boşluğun var. Hansı mövzudan səhv eləyibsənsə, o qaydanı bir də oxu, o suala bir də bax. Deyəcəksən ki, mən baxdım, sonra yadımdan çıxdı. Harası, nə bilim, şəklini çək telefona, bir müddət keçər, təzədən baxarsan, yadıma düşməsə, həllinin də şəklini çək, həllinə baxarsan. Yenə yadıma düşmədi ki, bu həll hardan hara gəldi, müəllimizə göstərərsiniz. Müəllim bir də izah eləyər. Hansı ki, düşünmə ki, hə, bu asan sualdır, eyb yox, bunu yaza bilməsəm də, imtahana düşməsi onsa asandır. Yox, asan da düşür, çətin də düşür, ortada düşür. Hər tip sualın düşmə ehtimalı var da. Düzdür, indi elə suallar var ki, baxırsan ki, həqiqətən də bu blok yönümlüdür də, yəni. O baxımdan çətin işləməyə bilərsən. Amma onu da müəllimin sənə qeyd etsin ki, hə, Ayşah, bu ola bilər ki, onsuz imtahana düşməsin, hava özünü yorma. Sınaqdan sonra səhvləri analiz, dediyim kimi, mütləq elə, yəni. Elədikcə görəcəksən ki, balın artır. Hansı suallardan səhv eləyirsənsə, hansı mövzulardan eləyirsənsə, həmin mövzulardan təzədən təkrarlayıb test işlə ki, görəsən ki, hə, artıq mənim balım həqiqətən də artır. Bunu elədikcə sən artıq imtahanda demək olar ki, 90% sual tipajı gördüyün üçün imtahan sənə daha rahat olacaq. Sadəcə imtahan bizim hamımızın bildiyi tip düşmür də, yəni ki, klasik sırf 25 sualın 25'i də bildiyimiz klasik suallardan düşsün, yox. Onlardan artıq 2-3-ünə fərqli tip sual salırlar ki, istərsəniz bu uşaqları bir-birindən ayıra bilsinlər. Yoxsa hamısı eyni tip olsa, hamı qoyun sürüsü kimi 100 nəfərin 100'ü də ancaq 100 bal yazası deyil ki, məsələn. Belə. Asan deyib keçmə. Çünki elə suallar olur ki, deyirik ki, okey də bu sual asandır, həll eləməyək. Nə bilim, imtahana düşsə həll eləyərəm. Yox, yəni. Mən bu kimiyada başıma gəldi, sizə də deyirəm ki, düşünməyin elə. Yəni, ən asan sualı belə səhv eləyə bilərsiniz. Nə deməkdir? Bu iki mənası var. Bir, ola bilər ki, asandır deyə onu yazmayasınız. Normal toplunu yazdınız, gördünüz ki, həqiqətən asan sualdır. Deyəsiniz ki, eyb yoxdur, bunu yazmayım, boş verim. Onsuz imtahana qabağıma düşsə, mən onu həll eləyə bilərəm. Bu da səhv anlayışdır. İkincisi isə deyirsiniz ki, hə, asan sualdır, mən bunu tez həll eləyim, heç təzədən yoxlamayım da. Elə ki, mən normalda bir dəfə ən az yazandan sonra bir dəfə də yoxlayırdım üstündə. Hə, bir dəfə həll elədim, deyirəm ki, hə, bu asan sualdır, onsuz da ki, mən bunun nəyinə səhv eləmiş ola bilərəm ki, sonra onu yoxlamamış keçərdim. Hansı ki, kimiyada bunu elədim, yoxlamadım həmin sualı, həm vaxtım çatmadı, həm də ki, onun yerinə dedim ki, gedim fizikaya baxım, çünki bu asan sualdır, yəni bunun vaxtımı niyə öldürüm? Amma gəldim, səhv çıxdı da, yəni nəticə etibarı ilə asan deyib keçmək lazım deyilmiş. Mən necə güclü bilirdim, dediyim kimi, mən məktəbdən bilirdim. Belə yəni, riyaziyyatdan qorxmayın. Riyaziyyat həqiqətən də sevsəz, həqiqətən o da sizə sevgi ilə qarşılıq verəcəyini düşünürəm. Amma ümid edirəm ki, beyninizdə biraz da olsa dəyişdirdim fikrinizi. Videonu bəyəndisə, like atmağı, abunə olmağı unutmayın.
Sadəcə niyə abunə olun ki, bundan sonraki dərs videolarını da görə biləsiniz. İnşallah dərs videolarını çəkim qutarım. Sizə faydam dəysin. Çox gözəl. Nəysə, öpdüm hamınızı. Özünüzə yaxşı baxın. Riyaziyyatla barışın.